Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala eşrafil enbiya və murselin seyyidina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Rabbi şrah li sadri və yessir li emri və hlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'una və enfa'na bima 'allamtana və zidna ilma. Amma ba'd. Yəni Allah Teala'ya həmd sənalarla başlayıram. Allah Teala'ya nə qədər təriflər, həmd sənalar etsək, Allahı lazımınca, layiqincə tərif edə bilmərik. Allah Teala özünü həmd səna və təriflədiyi kimidir. Və Allah Teala istəyirəm ki, bizim toplanmamızı, məclisimizi xeyirli etsin və həmişə itaat üzrə cəm eləsin. Çünki o məclislər ki, itaat üzrə olmasa, yəni o məclisdə, o toplaşmada, o cəmlənmədə yəni heç bir xeyir, bərəkət olmaz. Və Allah Teala'dan istəyirəm ki, yəni qəlbimizi islah etsin. Və çünki yəni bədənlərin, əzaların islahı da yəni qəlbin islahına bağlıdır. Və qiyamət gündə insanın əməllərinin ölçüldüyü yer insanın qəlbidir. Çünki Allah Teala buyurur ki, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. Və qiyamət günü heç bir mal, dövlət, oğul, uşaq fayda verməyəcəkdir. Yalnız Allahın huzuruna salamat qəlblə gələndən başqa. Yəni o qəlb ki, salamatdır, ən əsas şirkdən, bidətdən, böyük günahlardan, həsəddən, paxıllıqdan, bu kimi günahlardan salamat olan qəlb. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, İnna Allah la yanzuru ilə suvarikum və la ilə əcsamikum və lakin yanzuru ilə qulubikum və amalikum. Allah Teala sizin surətinizə, zahiri görünüşünüzə, bədənlərinizə baxmaz. Lakin qəlbinizə və qəlbdən doğan əməllərə baxar. Yəni, bu da nəyi bildirir? Yəni, qəlbin və qəlb əməllərinin mühüm olmasını və həmçində insanın qəlbinə diqqəti yönətməsini. Nə qədər əgər insan qəlbinə xəstəlik düşərsə, o xəstəliyin dərhal müalicəsinə tələsməsini bildirir. Çünki sələflər belə idilər, yəni dünyavi bir, zahiri bir müsibət gələndə onlar sevinərlər. Nəyə görə? Çünki bilirlər ki, bununla kəffarədir, günahlar bağışlanır, dərəcə artır. Amma qaldı ki, qəlbin xəstəliyinə onlar dərhal çalışardılar, yəni onun müalicəsinə çalışmağa. İndi isə əksinə insan zahiri xəstəlik gələndə, yəni pulun üzərinə yığaraq çalışır ki, onun müalicəsini etsin və ən yaxşı həkim axtarır, ən yaxşı müalicə yeri, xəstəxana axtarır, amma qəlbi xəstələnəndə isə bunun müalicəsi üçün çalışmır. Bu da insanın həlakə aparan əsas səbəblərdən biridir. Və bugün də inşallah balaca olaraq qəlbin xəstəliklərindən biri də həsəddir. Həsəd barəsində bir neçə kəlimə. Əl-həsəd huvə təmənni zəval ni'mət ən sahibi. Yəni, həsəd nədir? Həsəd, yəni sahibindən nemətin itməsini arzulamaqdır. Yəni, bir şəxsdə nemət var, o nemətin itməsini, yoxa çıxmasını arzulamaq həsəd sayılır. Səvən kənət ni'mətə dinin av dünya. Fərqi yoxdur, istəyir dini nemət olsun, yaxud dünyavi nemət və bu da məzəmmət olunan əxlaqdır və bununla yanaşı həsəd qəlbdə olmağına yanaşı bədənin də zərəri vardır və həmçinin dini də körlayır və həmçinin bu həddi aşmaq və müsəlmana əziyyət verməkdir. Və adə aləl muslim nəhəllah və rasul anhu, hansı ki bundan Allah və rasul çəkindiriblər. Allah Teala Əhzab surəsi 58-ci ayədə buyurur ki: "Vəllezîne yu'zûnel mu'minîne vel mu'minâti bighayri mektesebû faqad ihtemelu buhtanan ve ismen mubîne." O kəslər ki, mömin kişilərə və qadınlara əziyyət verirlər, yəni onların etmədikləri bir şeydə, qazanmadıkları bir şeydə artıq onlar böyük bir böhtan və açıq aydın günah işləmişlər.
və həmçinin Allah Teala həsəd edənləri məzəmmət edərək və onların hərəkətlərini, əməllərini pisləyərək buyurur ki, Əm yəhsudunən nəsə alə mə ətəhumullahu min fadli. Yoxsa onlar, yəni Allah Teala'nın öz lütfündən, fəzilətindən verdiyi nemətə həsəd mi edirlər? Və qad əmara cəllə və alə bil isti'adəti min şərril həsi. Artıq Allah Teala həsəd edənin şərrindən Allaha sığınmağı əmr etmişdir. Və min şərri həsidin idə həsəd. Yəni həsəd edənin, həsəd etdiyi vaxt onun həsədindən, həsədinin şərrindən sığınıram. Və littəhdiri minəl həsəd və əvaqibihi və həsədin aqibətindən çəkindirərək, həsəddən və onun pis nəticəsindən çəkindirərək Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İyyəkum vəl həsəd. Yəni, həsəddən özünüzü qoruyun, həsəddən çəkinin. Fə innəl həsədə yəkulul həsənəti kəmə təkulun narul hatab. Həqiqətən həsəd yaxşılıqları, savabları yeyir, odunu yediyi kimi və yaxud da quru otu yediyi kimi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, həmçinin İnnə li ni'amillahi a'daən və qilə və minhum qaləl-ləzi yəhsudu alə mə ətəhumla min fadli. Həqiqətən Allahın nemətlərinin düşmənləri vardır və deyildi kimdir onlar? Buyurdu ki, Allahın verdiyinə, öz lütfündən verdiyinə həsəd edənlərdir. Təbarani hədisi rivayət etmişdir. Və likey yuhafizal mujtama'ul muslim alə safaihi və nəqai nəhər Rasulullah amma yukaddiru zəlikə. Və müsəlman cəmiyyətinin qorunması üçün, onun təmizliyinin, paklığının qorunması üçün Peyğəmbər sallallahu aleyhi və səlləm onun saflığını kirləndirən, çirkləndirən şeylərdən çəkindirmişdir və buyurmuşdur ki, lə təbağadu, bir-birinizə nifrət etməyin. Və lə təhəsədu, bir-birinizə həsəd etməyin. Və lə tədəbəru, bir-birinizə də arxa çevirməyin. Və lə təqata'u, və bir-birinizdən əlaqələri qırmayın. Və kunu ibadallahi ixvanə, və Allahın qardaş bəndələri olun. Və lə yəhillu li muslimin ən yəhcura əxav fəvqə sələsin, və heç bir müsəlmana halal olmaz ki, öz qardaşını 3 gündən artıq küsülü qalsın. Deməli, həsədin mahiyyətinin bəyanı və həmçinin onun hökmünün bəyanı həqiqatul həsəd, yəni həsədin mahiyyəti nədir? Şiddətul əsə aləl xeyrat əlləti təkun linnəs fəizə ən'amə Allah alə əxikə bi ni'mətin fələkə fiyyə halətən. Yəni, insanın, yəni Allahın insanlara verdiyi o xeyrətə qarşı insanın özündə, yəni kin bəsləməsidir. Əgər Allah Teala sənin qardaşına bir nemət verdirsə, sənin burada 2 mövqeyin var, 2 halın olur. Onlardan birincisi odur ki, əntəkratilkən ni'mə. Birincisi, sən o neməti pis görürsən və o nemətin itməsini istəyirsən, sevirsən bunu, bu nemətin itməsini. Və hədil halətu tüsəmmə həsənə, və bu hal həsəd adlanır. Fəl-həsədu hiddətu kərahətin ni'mə və hubbu zəvali anin mun'am aleyhi. Və həsəd də nədir? O neməti xoşlamamaq və o nemət veriləndən nemətin itməsini istəməkdir. Və ikinci halda odur ki, ən lə tuhibbə zəvalə, onda olan nemətin itməsini istəmirsən. Və lə təkra vücudə və dəvamə, və onda qalmasını da və daim olmasını da istəyirsən, yəni sənə pis gəlmir o. Və ləkin təştəyli nəfsikə mislə, lakin onda olduğu qədər özün üçün də istəyirsən və bu isə qibdə adlanır. Və qad təxtasu bi ismin münafisə, və həmçində bu münafisə deyilərək adlanır, yəni ötüşmək, qabaqlamaq. Yəni 2 cür oldu. Yəni bir var ki, yəni kimdəsə nemət var, o nemətin itməsini istəyirsənsə, ondan itərək sənə gəlməsini istəyirsənsə, bu həsəd adlanır. Bu haramdır. Ha, Yusuf? İkinci format hansıdır? İkinci forması odur ki, kimdəsə nemət var, istəmirsən istəyən, amma özündə də olmaq istəyirsən, bu nədir qibdədir? Yəni, bu problem deyil. Problem olan, haram olan hansıdır? Birincisidir. Qibdə və həsəd. Həsəd haramdır. Fəəmməl əvvəl fəhu haramı bi kulli hal. Birincisi, hər hansı bir halda olsa o haramdır. İllə ni'mətən əsabə fəcir. Yalnız, yəni facirə verilən nemət, kafirə verilən nemətdən başqa. Və hava yestəyin biyə alən təhyicil fitnə. Çünki o facir və yaxud da kafir o neməti fitnəni qaldırmaq üçün istifadə edir və
araları qırmaq üçün, körləmək üçün və insanlara əziyyət vermək üçün. فَلَا يَضُرُّكَ كَرَاهَتُكَ لَهَا وَمَحَبَّتُكَ لِزَوَالِهَا Səndə olan artıq onu istəməmək, onda olan neməti istəməsi, yəni sənə zərər verməz. Yəni bu problem deyil. Yəni kafirdən və facirdən nemətin itməsini istəməyin. فَإِنَّكَ لَا تُحِبُّ زَوَالَ مِنْ حَيْثُ هِيَ النِّعْمَةِ Sən ondan istəmirsən ki, o nemətdir deyə itsin. Bəli, min haythu hiyə ələtül fəsəd o körlama bir aləti olduğuna görə istəyirsən ki, istsin. Və ləv əmin təfəsədu ləm yəğumməkə bi ni'mətihi əgər deyir ki, sən əminsənsə o insan fəsad törətməyəcək, sənin onda olan nemət səni qəm götürməsin, onda olan nemət. Və yədul alə təhrimil həsəd əl-əxbaru ləti nəqalnəhə və həmçinin həsədin haramlığına dəlalət edən xəbərlər də nəql etdiyimiz xəbərlərdir. Və ənə hədil kərat təsəxxudun li qadaillahi fi tafsil ba'd ibadi alə ba'd və həmçinin bu xoşlanmamaq nədir? Yəni Allah Teala'nın təqdirini, bəzi insanlara etdiyi təqdirini, qəza qədərini yaxud da bəzisini digərindən üstün tutmasını qəzəblənməkdir. Və dəlikə lə udrə fi və lə rusul bunda heç bir üzür və rüxsət də yoxdur. Və eyyü məasiyyətin təzidu alə kərahətikə li rahatin muslimin qeyri ən yəkun ləkə minhu və darra Yəni artıq sənin ona olan istəyinin artması artıq bu nədir? Asilikdir, yəni günahdır və buna da Quran işarə etmişdir ki, in təmsəskum həsənətun təsuhum Yəni sizə bir xeyir baş verəndə onları xoşala salmır, onları pis hala salır. Və yuntusubkum seyyətun əgər sizin başınıza bir müsibət gəldikdə isə onlar bununla sevinirlər. Yəfrahu bihə və hədiyil fərah şəmətən belə bir insanın sevinməsi isə ona gülməkdir, yəni xoş hal olmaqdır buradakı, yəni düzgün deyil. Və əl-həsəd və şəmətətü yetələrzəmə Yəni ki, həsədlə insanın başqasının başına gələn o müsibətlə insan sevinməsi bu yanaşı olan bir şeydir. Həsəd var ki, sən onun başına gələn o müsibətlə sevinirsən. İnnə min səmaratil qadabi əl-həqdi vəl-həsəd Həqiqətən qəzəbin nəticəsidir ki, kin, kudurət və həsəd. Və dəlikə ənəl qadabə idə ləzimə kəzəməhu li'əczihi ən təşəffi halən. Raca iləl batin. Əgər də insanda qəzəb varsa, insan qəzəbi yerinə yetirə bilmirsə, acizdirsə, yəni boğub saxlayır, lakin onun batininə girir. Fəsar həqdən və həsənən və artıq onun qəzəbini yerinə yetirə bilməməsi və aciz olduğuna görə onun qəlbində kin, küdurəti həsədə çevrilir. Və hinə izin yəlzəmü qalbu istisqalı və buğdu və bu zaman onun qəlbində o ağırlıq, ona qarşı nifrət, daimi nifrət yaranır və bu da kin, küdurətdir. Və min səmaratihi ən təhsudə və ən tətəmənnə zəval ni'məti və həmçinin onun nəticəsidir ki, sən onda olan ni'mətin itməsini istəyirsən və onun başına gələn müsibətlə sevinirsən və başına gələn müsibətə gülürsən və onunla əlaqəni kəsirsən və sənin üzrlərinə gələndə ondan üz çevirirsən və tutliğu lisənəkə fîmî və lə yəhil və ona qarşı dilini uzadırsan halal olmayan bir şeydə və onu ələ salırsan və onu məsxərəyə qoyursan və ona əziyyət verirsən. Və təmnəu haqqu min nəhvi sılətir rəhim və qohumluq əlaqəsi tərəfindən haqqını kəsirsən və yaxud da onun zülmünü qaytarmaq tərəfdən və kullu dəlikə şədidül ism və təhnim bütün bunlar hamısı günahı şiddətli və haramdır. Və aqallu dərəcətil əl-həq əl-ihtiraz min hədil əfat munqfiliddin və kin küdurətin dərəcələrinin ən azı da odur ki, yəni bu kimi dini naqisləşdirən dərəcələrdən, afatlardan, bəlalardan insanın çəkinməsidir. Küfrün dayaqları Küfrün dayaqları 4-dür. Təkəbbürlük, həsəd, qəzəb və şəhvət. Deməli, küfrün dayaqları 4-dür. Kibir, həsəd, qəzəb, bir dənə şəhvət. Ha, Yusuf? Hansılardır? Həsəd, qəzəb, bir də? Kibir. Kibir. Fəl-kibru yəmnəu li-inqiyat. Yəni, insanda Abdullah təkəbbürlük nəyə mani olur? Onun boyun əyməsinə. Söykənmək insanın yatmasına səbəb olur. Vəl-həsədu yəmnəuhu qabulən nəsihəti və bədlihə. Amma həsəd isə nəyə səbəbdir? Nəsihətin qabuluna və onun sərf olunmasına mani olur. Qəzəb isə
adilliyə mane olur və şəhvət isə yəni ibadətə ayrılmağa mane olur. Deməli, kibir nəyə mane olur? Boyun əyməyə, həsəd nəsiyyətin qabul olmasına, qəzəb adil olmağa və şəhvət isə ibadətə ayrılmaq. Çünki Peyğəmbər sallallahu qəzəb barəsində sizdən bir qəzəbli olduğu halda hökm verməsin. Yəni qaziyə yönəldir ki, adətə. İlə hədəmə ruknul kibri səhul aleyhil inqiyə. Əgər təkəbbürlük rüknu, dayağı sökülərsə, ona qalib gələ bilərsə, onda deyir ki, ona boyun əymək asanlaşar. Və ilə hədəmə ruknul həsəd səhul aleyhi qabulun nusra bəzluhu. Əgər həsədi də sındırarsa, onda ona nəsiyyəti qabul etmək, onu xərcləmək ona asıl olar. Və idən hədəmə ruknul qadab, əgər qəzəb rüknü sındırılarsa, ona ədalətli və təvazükarlıq asan olar. Və şəhvət sındırılarsa, ona səbr və iffətli olmaq, ibadət asanlaşar. Və mən şəv hədil ərbaati min cəhli bi rabbihi və cəhli bi nəfsi. Bu dörd şeyin mənşəyi nədir? Qaynağı nədir? İnsanın Rəbbini və öz nəfsini tanımamasıdır. Dörd şeyin qaynağı nədir? Kibrin, həsədin, qəzəbin və şəhvətin Rəbbini və öz nəfsini, özünü yaxşı tanımamasıdır. Fəinnəhu ləv ərəfə rabbəhu. Əgər insan öz Rəbbini kamil sifətlərlə, uca vəsflərlə tanıyarsa, və ərəfə nəfsəhu bin nəqas vəl afət, öz nəfsini isə naqisliklərlə, bəlalarla o tanıyarsa, ləm yetəkəbbər, təkəbbürlük etməz, qəzəblənməz və heç kəsə həsəd etməz Allahın verdiyinə görə. Fəinnəl həsədə fil həqiqətin nəv'in min muadətillə. Həqiqətən həsəd bir növ ki, Allaha qarşı düşmənçilik etməkdir. Fəinnəhu yəxrəu ni'mətəllah alə abdə. Çünki o insan, həsəd edən insan Allahın kiməsə verdiyi nemətə xoşlamır. Və qad əhəbbəhə Allah. Artıq Allah Teala onu istəyib verib. Və yuhibbu zəvaləhə anhu. O isə ondan o nemətin itməsini istəyir. Vallahu yəqrəu dəl. Və Allah isə bunu istəmir. Xoşlamır. Fəhvə mudaddun lillə fi qadaihi və qədəri və məhəbbəli və kərati. O insan Allahın qəza və qədərində, məhəbbətində və xoşlanmağında Allaha ziddir. Və lidəlik kənə iblis aduvvəhu həqiqət. Buna görə İblis Allahın həqiqi düşməni olmuşdur. Lənnə dənbəhu kənə an kibrin və həsəd. Çünki iblisin günahı təkəbbürlük və həsəd tərəfdən olduğuna görə. Fəqalu həteyni sıfəteyni bima'rifətilləhi və təvhidi və rida bihi anhu və inəbəti iləyhi. Yəni, bu iki sifəti insan özündən necə qopara bilər? Allahı tanımaqla, Allahı təkləşdirməklə və Allahınla razı qalaraq və Allaha yönəlməklə. Bəzi hikmətli insanlar buyurmuşlar, bərəzəl hasidu rabbəhu min xamsəti əvcuhin. Həsəd edən insan Rəbbinə qarşı 5 tərəfdən Rəbbinə qarşı çıxmışdır, 5 tərəfdən. Onlardan birincisi odur ki, qad əbğada kullə ni'mətin qad zahar alə qeyrihi. Birinci odur ki, Allah Teala'nın başqasına izhar etdiyi, verdiyi nemətə nifrət edir. Bu tərəfdən Rəbbinə qarşı çıxır. Və ikinci, səxita li qismətihi. Allahın bölgüsünə qəzəblənir. Allahın bölgüsünə qəzəblənir. Elə bir ki, deyir ki, əgər belə bölsəydin, daha yaxşı olar. Üçüncü, ənəhu dammə bi fadlihi. Yəni, ənə dəlik fadlullah yuti mən yeşə və o yəbxalu bi fadlillahi ta'ala. Elə bir ki, o insan Allahın lütfüne, Allahın fəzilətinə qarşı onun qəlbində yəni xoşlanmazlıq, yəni xəsislik yaranır. Yəni ki, bu Allahın öz fəzilətidir, bu nemət. İstədiyinə verir və o isə Allahın yəni fəzlini də, fəzlinə də xəsislik edir. Dördüncü, o Allahın dostunun yəni yalqız qalmasını, köməksiz qalmasını istəyir. Yəni o yuridu xuzmən və zəval ni'məti anhu. Çünki onda olan nemətin itməsini istəyir. Beşinci, ə'anə aduvvahu, yəni iblis lənəhullah və bununla o insan yəni düşməni olan iblisə, lənətlənmiş iblisə yardım etmiş olur. Və yuqar əl-hasid lə yənəl fil məclis illə məzəmmətən və dullən. Yəni, həsəd edən insan məclisləri yalnız məzəmmətə və zəlilliyə nail olur. Və lə yənəl minəl mələk illə lənətə və buğdan. Mələklər tərəfindən isə lənətə və nifrətə layiq olur. Və lə yənəl fil xalvət illə cəzən və qam. Amma təklikdə isə həsəd edən insan yalnız özündən çıxmaq, qəm yeyir
Və la yenalu ində nəzə illə şiddətin və havlan və ruh çıxdığı zaman isə şiddət və dəhşətlər görür. Və la yenalu fil mövqi illə fadihətə və nəkələn və qiyamət günü isə rüsvaçılıq və əzab görür. Və la yenalu finnən illə harran və ihtiraqan və cəhənnəmdə isə yanığı istivi görür. Ötüşmək, yəni xeyirli işlərdə bir-birini qabaqlamaq. Li-əxlaqi həddun mətəcəvəzə sara udvanə. Deyir ki, əxlaqın müəyyən həddi vardır. Nə vaxt o həddi aşarsa, o düşmənçiliyə çevrilir. Və mətə qassarat anhu, nə vaxt ki, o əxlaqda insan səhlənkarlıq edərsə, o artıq naqislik və aşağılıq sayılır. Və həmçində həsədin də müəyyən həddi vardır. Yəni, o nədir? Yəni, kamilliyi tələb etməkdə ötüşmək və öz, yəni, bənzərini, özünü oxşayanı qabaqlamaq. Fəmətə təəddədər isara bəğiyən və zulmən. Nə vaxt ki, bu öz həddini aşarsa, artıq bu azğınlığa və zülmə çevrilir. Yətəmənnə məhu zəvalə ni'məti anil məhsul. Bununla o, həsəd etdiyinin nimətinin itməsini istəyir və ona əziyyət verməyə həris olur. Və mətə nəqəsə an zəlikən, nə vaxt insanda bu azırlarsa, bu alçaqlığa, himmənin, iradənin zəifliyinə və nəfsin aşağı kiçik olmasına çevrilir. وَالَّذِي يَدُلْ عَلَى إِبَاحَةِ الْمُنَافَسَةِ. Yəni, ümumən, xeyirli işlərdə ötüşməyə caiz olan dəlillər var, caizliyi bildirən və bu arada Allah Teala buyurur ki, bu Təffin surəsi 26-cı ayədə وَفِي ذَلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ. Ötüşənlər elə bu işlərdə ötüşsünlər, yəni xeyirli işlərində, dini işlərdə. Və başqa ayədə Hədid 23-də Allah Teala buyurur ki, سَابِقُ إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ. Rəbbinizin bağışlanmasına tələsin. Və Buxari Müslimdə gələn hədisdə Peyğəmbər sallallahu buyurur ki, "Lə həsəd illə fitnəteyni." Yəni həsəd yalnız iki şəxsi olar. Raculun ətəhullahu mələn, fəhuvə yunfiqu ana leyl və ana nəhar. Yəni bir kişidir ki, Allah Taala ona mal verib, o da malını gecə və gündüz xərcləyir. Və raculun ətəhullahul Qur'an, və bir kişi də odur ki, yəni Allah Taala ona Qur'anı verib, fəhuvə yaqum bihi ana el-leyl və ana en-nəhar. O gecə və gündüz onu Qur'anı oxuyur, əməl edir. Və hədə huvəl-qibtə. Bu da qibtədir. Və səmmə Həsən min bəbil istiara, ki bu, yəni istiara, yəni iara babından, istiara da kinayə kimi, yaxud da prokatdır öz əsl mənası. O tərəfdən həsəd adlam, amma bu özü qibtə sayıləsində. وَقَدْ فَسَّرَ ذَلِكَ رَسُولُ اللّٰهِ فِي حَدِيثِ Əbi Kəbş el-Ənməri. Artıq bunu Peyğəmbər s.ə.v Əbi Kəbşin hədisində açıqlamışdır. Məsələ hədir umə mislə ərbaətin nəsar, raculun ətəullah mələn və ilmən. Bu ümmətin məsəli 4 kişinin məsəli kimidir. Bir kişi odur ki, Allah Teala ona mal və elm verib. فَهُوَ يَعْمَلُ بِعِلْمِهِ فِي مَالِهِ. O insan öz elmi ilə, öz malında əməl edir. وَرَجُلُ آتَاهُ اللّٰهُ عِلْمًا. Və bir kişi odur ki, Allah ona elm verib, وَلَمْ يُؤْتِهِ مَالًا. Ona mal verməyib. فَيَقُولُ deyir ki, Rabbim, لَوْ أَنَّ لِي مَالًا. Əgər mənim malım olsaydı, filankəsin malı kimi, mən də onun kimi əməl edərdim. Fəhumə fil əcr sıra, onlar da ikisi də əcirdə bərabərdir. Deyir ki, nəyə görə? Və hədə minhu hubbun liənnəv yəkun ləhu mislə məlihi. Çünki bu istəyir ki, onun kimi malı olsa, onun kimi əməl edəcəkdir, onda olan nimətin itməsini istəmir. Və bir kişi də odur ki, Allah Teala ona mal verib, ona elm verməyib, o yunfiqu fi ma'asillə, o malını günahda, üsyanda xərcləyir. Və rəculəm yuti ilmən, və bir kişi odur ki, Allah Teala ona elm verməyib, ona mal da verməyib və deyir ki, əgər mənim filankəsin malı ki, malım olsaydı, mən də günahlara xərcləyərdim, bunlar da günahda bərabərdirlər. Liənnə min cihəti hubbihi ən yəkunəhu minə ni'məti mislə məlihi. Çünki bu sevgi tərəfdən yarandı. Fəidən lə haraca alə mən yaqbitu qayra fi ni'mə. Çünki bu tərəfdən qibtədə heç bir problem yoxdur. Yəni özünün olmasını istəyir və ondan itməsini istəmir. Və onda nimətin daimi qalmasını istəyir. Nəam, inkənə tilkə ni'mə diniyyə. Əgər deyir ki, bu nimət, onda olan, başqasında olan nimət dini nimətdirsə, onda bu vacibdir. Məsələn, iman, namaz, zəkat kimi. Və bu işlərdə ötüşmək vacibdir. Və huvə ən yuhibbən yekun, yəni istəyir, sevir ki, onun kimi olmaq. Liənnə idə ləm yekun yuhibbu dəlikə. Əgər bu sevmirsə, fə yekun radiyən, artıq o günahla razılaşmış olur və bu da haramdır. Əgər deyir ki, nimət fəzilətli işlərdədirsə, məsələn, Allah yolunda xərcləmək, yaxşı işlərdə və bu işlərdə ötüşmək müstəhəbdir. Əgər deyir ki, o nimət, yəni caizlik tərəfdəndirsə və bu işdə də ötüşmək caizdir, yəni müstəhəbdir deyil.
Yəni, baxır da, yəni hansı nemətdə. Əgər vacib imandırsa, imanda ötüşmək vacibdir. Bundan sonra gəlir ki, həsədin səbəbləri, bunlardan birincisi əl-ədəvət vəl-bağda, yəni düşmənçili və kin-küdurət. فإن من آذاه إنسان بسبب من الأسباب وخالف في غرضه أبغضه قلبه ورسخ في نفسه حق. Eğer ki birisinə insan hansı bir səbəblə əziyyət verərsə və öz məqsədində ona müxalif olarsa, qəlbi ilə ona nifrət edir və qəlbində bu kin-küdurət yerləşir. Və qəlbdə olan o kin-küdurət də ondan intiqam almaq hissi tələb edir. Fələmə əsabə aduvvahu minəl-bələ fərihə bizər. Nə vaxt onun düşməninə bir bəla gələrsə, o bununla sevinir. Və elə bil ki, Allah tərəfindən bir mükafat olduğunu zənn edir onun üçün. Və məhmə əsabətu ni'mətun səədəl. Nə vaxt onun başına bir nemət gələrsə, ona qarşı pis olur. Niyə nemət gəlib? Fəl-həsədu yəlzəmul buğd. Yəni, həsəd nifrəti tələb edir və düşmənçiliyi tələb edir və bunlar ikisi yanaşıdır. Və innəmə qayətü təqi ən lə yəbği. Təqvalı insanın qayəsi odur ki, azğınlıq etməsin. Və ən yəqrə dəlikə min nəfsi və bunun da nəfsində olmanı istəməsin. Fəəmmə mən yubğidu insənən fəyəstəvi indəu məsərrud və məsəət fəhvə qeyru mümkün. Amma bir insan ki, başqasını nifrət edir və onun başına gələn sevinçlə pisliyi eyni olsun, bu mümkün deyil. Nifrət etdiyi halda eyni bərabər ola bilməz. İkinci, həsədin səbəblərindən təkəbbürlük və insanın özündən razı olması, öz nəfsinin razı olması. Təkəbbürlüyə gəldikdə isə fəhvə ən yusilə bə'du nuzaray mələn av vilayətən. Təkəbbürlük nədir? Bəzi insanın öz səviyyəsində olan yoldaşlarına mal, vilayət, vəzifə kimi şeylər əldə etməsi. Fəyəxafə ən yetəkəbbər aleyh və lə yutiq təkəbburahu və qorxur ki, onlar təkəbbürlük edər və onların təkəbbürlüyünə dözməz. Av yakunu mən asabə dəlikə dunəhu. Fələ yəhtəm tərəfə aleyh əv məsəvət və kənə həsəd-ü küffəl Rasulullah. Bu tərəfdən artıq onu həsəd edir və deyir, kafirlərin də Peyğəmbər s.ə.v olan həsədi bu tərəfdən idi. Və deyirlər ki, وَقَالُوا لَوْلَا نُزِّلَ هَذَا الْقُرْآنُ عَلَى رَجُلٍ مِنَ الْقَلْيَتَيْنِ عَظِيمٍ. Deyir görə Qur'an, bu kənddə olan, iki kənd arasında olan əzəmətli birisinə nazil edilmədi. Özlər başqa tərəfdən sayırlar ki, Qur'an filankisi nazil edilmədi, qəbilənin başçısına. Peyğəmbərə hardan hara Qur'an nazil olundu. Əhaulay mənnəllah alimin beyninə və deyirlər ki, möminlər barəsində, Allah Teala bizi aramızdan seçib bunlara bu niməti bəxş elədi. Mən antum illə bəşər olmuşsun. Deyərlər ki, siz yalnız sizin kimi bir bəşərsiniz. Fəucibu və ənfəv min ən yəfuzu bi rütbəti risələ bəşər müslüm. Onlar təkəbbürlük etdilər və öz nəfslərinə razı qaldılar. İstəmədilər ki, özlərin kimi bir bəşər onlara risalət verilsin və ona görə onları həsəd etdilər. Üçüncü, həsədin səbəblərindən şöhrəti və başçılığı sevmək. Və əmmə hubbu riyəsə vəl-cəh, başçılığı və şan şöhrət sevmək. Bunun misalı nədir? Ənə rəculələri yuridə ən yəkuna adimən nazif fi fənni min münəfnun. Hər hansı bir fənlərin birində, məsələn, bir insan istəyir ki, özü ideal olsun, onun oxşarı olmasın. İzə qələb aleyhi hubbu sənə və istəfəzə və sarah bimə yəmdəhu bihi. Əgər ona təriflənməyi sevmək üstün gələrsə, onun əsrdə o yeganədir və faridun dəhrü fi fən, öz fənnində o zəmanədə təkdir. İlə səmiyə binadin ləv fi aqsıl aləm səədər. Əgər işdə ki, özünün bənzəri var, dünyanın bir qırağında bununla xoşlanmır və onun ölümünü istəyər. Avzəval ni'mətil bihə yüşəriku fi ilm, onun elmdə şərik olduğu o niməti itməsini istəyər. Və yaxud şücaət ola bilər, ibadət ola bilər, hansı bir sənət ola bilər, sərvət ola bilər və başqa şeylərdə. Hər insan özünə uyğun məsələdə həsəd edir. Zəlik illə liməhdir riyəsi bi dəvəl infirat. Və qad kən uləməl yahud və artıq yahudlərin alimləri Peyğəmbər s.ə.v tanımağını inkar edirdilər və ona iman gətirmirdilər. Nəyə görə? Xavfə min butlan cəat, öz rəisliyinin, başçılığının yoxa çıxmaq qorxusundan. Və həmçinin deməli, həsədin səbəblərindən xubsun nəfsi və buxluha, nəfsin xəbisliyi və nəfsin paxıllığı.
وأما خبث النفس وشح على العباد الله فإنك تجد من الناس من لا يشتغل بالرأس ولا تكبر وإذا وصف عنده حسن حال عبد من عباد الله. Nəfsin xəbisliyi nədir? Nəfsdə olan o şəhihlik, paxıllıq nədir? Allahın bəndələrindən. Görürsən ki, insanlardan biri nə rəisliklə məşğul, nə də ki, təkəbbürlüklə, lakin onun yanında Allahın bəndələrindən biri gözəl halla vəsf edilərsə, ona belə bir nemət verilib, bu ona ağır gələr. وَإِذَا وُصِفَتْ لَهُ اِضْطَرَبَ اُمُرُ النَّاسِ وَإِدْبَارَهُمْ وَتَنْغِيسَ عَيْشِهِمْ فَرِحَ بِهِمْ. Əgər ona zikr olunarsa ki, insanların işlərinin istiraba düşməsi, insanların işlərinin pis hava düşməsi, bununla sevinər. فَهُوَ əbədən yuhibbu el-idbar li qeyr və o da daima deyir, başqasının pis hava düşməsini istəyər və Allahın bəndələrinə olan nimətinə xəsilik edər. كَأَنَّهُمْ يَأْخُذُونَ ذَلِكَ مِنْ مُلْكِهِ وَخَزَنَ. Elə bil ki, o insan elə zənn edir ki, o insanlara verilən nemət bunun mülkündən, bunun xəzinəsindən götürülür. Və bəzi alimlər buyurmuşdur ki, Əl-bəxilu mən yəbxalu biməli nəfsihi. Yəni, xəsis insan o insandır ki, öz malına xəsilik edər. Bir də var ərəb dilində şəhih. Şəhih daha şiddətlidir. O insan kimdir? O insan o şəxsdir ki, başqasının malı ilə xəsilik edər. Fəhədə yəbxalu bi ni'mətillə alə ibadi ilə leysə beynəhum. O insandır ki, Allahın verdiyi niməti xəsilik edir. Düşmənçilik edir. Və hədə leysə ləhu səvun illə. Yəni, bunun səbəbi nədir? Nəfsin xəbisliyi və insanın təbiətinin pisliyi. Və müalicə hədən növ şəri, bu növü müalicə etmək çətindir. Lənnəu leysə ləhu səvun al. Çünki bunun ötəri bir səbəbi yoxdur ki, onu itirməyə əməl etsin. Bunun səbəbi insanın təbiətinin xəbisliyinin səbəbidir və onu itirmək də ona ağır gəlir. Deyir ki, ey müsəlman qardaşım, İnnə yəksirul həsədə beynə əqvamin. Deyir, həsəd o qövmlərin arasında çoxalır ki, onların arasında müəyyən səbəblər var, hansı ki, o səbəbləri biz zikr etdik. Və çox vaxt deyir, bu yoldaşlar arasında, dostlar arasında, yəni bir-birinə eyni səviyyədə əməldə oxşarlar arasında, qardaşlar arasında, yəni əmi oğlanlar arasında düşür. Yəni, səbəbət təhəsüd təvarrud əqrad aləl-məqas. Çünki həsədin səbəbi nədir? Çox vaxt məqsədin eyni olması. Və bununla da ziddiyyət yaranır və artıq bir-birindən nifrət üz döndərmə yaranır. وَلِذَٰلِكَ تَرَ الْعَالِمْ يَحْسُدُ الْعَالِمْ دُونَ الْعَالِمْ. Görürsən ki, bəzən deyir, alim Abdullah alimə nifrət edir. Alimə həsəd edir. Abidə etmir. Sən deyir, alim, alimə həsəd edir, abidə, yəni ibadət edənə etmir. Və abid isə abidə həsəd edir. Yəni özü kimisi olana da, özünün öz səviyyəsində olana həsəd edir, amma alimə etmir. Tacir həsəd edir. Ayaqqabçı həsəd edir. Və lə yəhsudul bəzzəd, parça satanı həsəd eləmir, deyir. İllə ən yəkuna li səbəbinə axı, başqa bir səbəb olarsa onu da həsəd edər. Liənnə məqsədə kullu vahid min həulə qeyri məqsəd axı. Çünki bunların hər hansı bir məqsədi, o birisinin məqsədi kim deyil. Yəni bu ayaqqabçıdır, bu parça heç oxşar deyil. Görsən bu ayaqqab satırsa, bir dənə ayaqqab satan da bura gəlsə, görsən ona həsəd edir. Yəni parça satan gəlsə ona həsəd eləməz. Fəasl ədavət ət-təzahum alə qaradın var. Çünki həsədin, düşmənçiliyin səbəbi nədir? Yəni bir məqsəddə izdihamı yaranması. Bir məqsəddə. Vəl-qaradul vahid lə yecməu mütəbəidən və bir məqsəddə iki uzaq şeyi cəm edə bilməz. İzləb rəbit beynə şəxsin fil bələdeyn. ولا يكون بينهم محادثة إلا من اشتد حرصه على الجاه فإنه يحصل كل من في العالم من يساهم في الخصلة التي يفاخر بها. Yəni şan şöhrətə, hərislik edəndə həsəd yaranır. Və mən şəv cəmiyyət dəlik hubbudur. Bunun əsas qaynağı nədir? Dünyanı sevmək. Fəinnə dünya hiyyəlləti tadiqu aləl mütəzəhimin. Çünki dünya da əsas bunların məsələsini qarışdırır. Ahirət gəldikdə isə heç bir burada sıxıntı yoxdur. Fələv ləm yəkun fi zəmmil həsə illə əndə xuluqun dəni. Əgər deyir ki, həsədin məzəmmət olmasında onun alçaq bir əxlaq olması olmasaydı, yetəvəccə nəhvəl əqfə vəl-əqari və yaxtassu bil-müxalə vəl-vəsar və kənə nəzə anhu kəramən. Ondan deyir ki, uzaqlaşmaq, münəzzə olmaq, uzaq olmaq bir hörmətli bir şey sayılardır. Və ondan salamat qalmaq bir qənimətdir. Fəkeyfə və huvə bin nəfsi və üstəlik bu, həmçinin bununla yanaşı zərər verəndir. Hətta rubbəmə aqda bi sahib ilə təhəd. Bəzən deyir, bu insanı, sahibini tələfə yönəldir. Min qeyri nikayəti fi hətta düşmənə cəza vermədən.
və la idrara bi mahsud. Görürsən ki, həsəd edən deyir ki, başqasına zərər vermədən özünə zərər verir. Ona görə deyirlər ki, həsəd insanı özündən başlayır, özündən qurtarır. İnsanı özündən başlayır və özündə də qurtarır. Yəni, zərəri özünə olur. وَعَلَمْ أَنَّهُ بِحَسَبْ فَضْلِ الْإِنسَانِ وَظُهُورِ نِعْمَةِ عَلَيْهِ يَكُونُ الْحَسَدُ النَّاسِ لَهُ. Dedik, bil ki, insanın fəzilətinə görə və onda olan nimətin artmasına, zahir olmasına görə insanlara ona həsədi olur. فَاِنْ كَسْرَ فَضْلُ كَسَعَ. Əgər insanın fəziləti, üstünlüyü çoxalarsa, ona həsəd də çoxalır. وَاِنْ قَلَّ. Əgər insanın fəziləti, üstünlüyü azalarsa, onda həsəd də azalır. لِأَنَّ ظُهُورَ الْفَضْلِ يُفِلُ الْحَسَدِ. Çünki üstünlüyün artması həsədi artırır və nimətin baş verməsi, yəni yanğını artırır, yəni həsəd tərəfdən.